Sosial mediada hansı tip kontentlərlə siz daha çox müştəri cəlb edə bilərsiniz? Daha çox UGC creatorların yaratdığı videolar. UGC User Generated Content adlanır. Yəni əslində bir influencer marketinqinin bir hissəsi sayılır. Əsas fərqi odur ki, UGC kontentlərdə influencer birbaşa məsəl üçün öz səhifəsində paylaşırsa, UGC creatorlar çəkdikləri məzmunu brendə ötürürlər və ya brendlə bərabər səhifəni kollab edirlər. Ümumiyyətlə bunun əsas məqsədi nədir? Brendə real, autentik məzmunlar yaratmaq və brendə qarşı inandırıcı, təbii görünüş qazandırmaq, bir növ etibar qazandırmaqdır. Yəni bu kreatorlar, yaradıcı influencer deyim, influencerlar bir növ həmin markanın müştərisi kimi özünü göstərməlidir. Çox vaxt brend haqqında informasiya tipli və yaxud da reviewlar, öz fikirləri və yaxud da nəsə bir öyrədici tipli videolar da bura aiddir. Brendlər üçün vacib olan lookbook çəkilişi. Lookbook çəkilişi 2025 trendlərində daha dinamikdir, daha hərəkətlidir. Baxmayaraq ki, studiyada çəkilir, mütləq burada model hər hansı bir aktivlik göstərməlidir və yaxşı olar ki, trend musiqilərdən istifadə edilsin. Daha yaxşı olar ki, bir geyimə, bir obraza vaxt sərf edilməsin, bir model üzərində kolleksiyada olan bütün geyimlərdən istifadə edərək müxtəlif obrazlar hazırlansın və bunu montajla sürətli şəkildə, yəni modelin üzərində dəyişim hiss edilsin və bu obrazlar insanların yaddaşına sürətlə yansısın. Bu tip studiya çəkilişlərində əhval ötürmək çox vacibdir, bunu unutmayaq. Növbəti çəkiliş isə məhz brendin DNT-sini göstərən videolardır. Bu videolarda mütləq ki, detallar, yaxından çəkiliş, brendin deyək ki, logosunun çəkilməsi, hər hansı bir DNT-si görünürsə, onu mütləq yaxından və çox detallı şəkildə çəkib göstərmək lazımdır. Növbəti çəkiliş isə məhz serial tipli çəkilişlər olacaq. Artıq neçə illərdir trendi qoruyub saxlayan əsas çəkilişlərdən biri məhz film və serial tipli çəkilişlərdir. Burada bizi əsas cəlb edən məsələ burada olan, məsələn, hər hansı bir qəhrəmanların, üzvlərin çəkilməsidir. Ümumiyyətlə dəb brendləri əsasən kontentlərlə dəyər satmalıdır, məna satmalıdır. Yəni burada əsas məsələ geyimi satmaq deyil, əsasən mənanı satmaqdan və dəyəri satmaqdan gedir. Ona görə də bu tipli çəkilişlərdə insanları daim həmin brenddə maraqda saxlamaq mümkün olur. Togetherness. To be with the people one loves. Qeyd edim ki, bu tip videoları nəinki mass market brendləri, məsələn Zara tipli, eyni zamanda həm orta segment, həm də lüks segment markaları istifadə edir. Burada əsas məsələ hekayəni davamlı olaraq qorumaq, yeni üzvlər əlavə etmək və daim yeni seriyaları çəkməkdir.